Esselamu Aleyküm izləyicilər. Bu videoda sizə Y hərfi haqqında məlumat verəcəm. Ərəb əlifbasının 28-ci hərfi, yəni sonuncu hərfi Y hərfidir. Bu hərfin məxrəci, yəni çıxış yeri bundan öncə keçdiyimiz cim və şin hərflərinin məxrəcinə demək olar ki, yaxındır. Belə ki, bu hərf dilin ortası yuxarı damağa dəyərək və hava axını dilin ortası ilə damağın arasından çıxaraq tələffüz edilir. Azərbaycan dilində olan Y səsinin tamamilə oxşarı və incə formasıdır. Səslənməsini nəzərə salaq. Y, Y, Y. Ekranda Y hərfinin müstəqil, yəni sərbəst, kəlmənin əvvəlində, ortasında və sonunda yazış formasını görürsünüz. Gəlin praktiki olaraq bu hərfi yazaq. İlk öncə müstəqil formasını yazmağa çalışaq. Təxminən S hərfinə bənzər bir simvol çəkirik və aşağıdan 2 nöqtə qoyuruq. Bir daha yazıram. Yəni özündən əvvəl özündən sonra birləşməyən 6 hərf gələrsə Y hərfi bu formada yazılacaq. Kəlmənin əvvəlində isə yazışı belədir. Düz xətt aşağıya çəkirik, daha sonra sol tərəfə düz xətt çəkirik və altında 2 nöqtə qoyuruq. Bu hərfin strukturu, yəni həm əvvəlində, həm də kəlmə ortasında yazış forması T hərfinə bənzəyir, eyni zamanda B hərfinə də bənzəyir. İndi bu barədə qeyd edəcəm. Kəlmənin ortasında yazışını yazaq. Kəlmənin əvvəlində olan formasına sağdan çıxıntı qoymaqla yazırıq. Deməli, çıxıntı qoyduq, yuxarı doğru düz xətt və daha sonra yenə sol tərəfə və aşağısında 2 nöqtə qoyuruq. Sağdan çıxıntı, yuxarıya doğru düz xətt, daha sonra sola doğru düz xətt çəkirik ki, hər iki tərəfdən hərfə qoşulsun deyə. Bəli, dedik ki, həm B hərfinə, həm də T hərfinə bənzəyir. Çünki B hərfində, yəni kəlmənin əvvəlində və ortasında eyni ilə eyni formada, yəni eyni strukturda yazılır. Fərqli olaraq B hərfində aşağıda bir nöqtə var idi, amma Y hərfində isə 2 nöqtə. T hərfinə də sadəcə eyni strukturda olub, nöqtələrin sayına görə bənzəyir. Yəni T hərfində bildiyiniz kimi nöqtələr yuxarıda olur. Sayı 2 olsa da yuxarıda olur, amma Y hərfində bu aşağıdadır. Eyni zamanda burada da nöqtələri qoyaq, yadımdan çıxmışdı və kəlmənin sonunda yazışını yazaq. Deməli, sağdan çıxıntı qoyuruq və müstəqil formanı çəkirik. Yenə sağdan çıxıntı və müstəqil formanı yazırıq. Yenə sağdan çıxıntı, müstəqil formanı yazırıq. Siz də bu hərfin müxtəlif yazış formalarını ən azı bir sətir yazıb praktik edin. Çünki yazmaq zehində bunların daha yaxşı qalmasına köməkçi olacaqdır inşallah. Və sonda bir önəmli qeydi də etmək istəyirəm. Bundan öncəki, yəni ilk video dərslərimizdə məlumat vermişdik və bir daha xatırladıram. Ekranda gördüyünüz ləm əlif hərf birləşməsidir. Yəni bu birləşmə ləm və əlif hərflərinin birləşməsində meydana gəlib. Bəzi kitablarda bu hərf birləşməsini ərəb əlifbasının hərflərinin içərisinə daxil etmişlər və demişlər ki, ərəb əlifbasında 29 hərf var. Yəni bu düzgün deyildir. Bu sadəcə bir hərf birləşməsidir. Ləm əlif birləşməsi, ləm əlif hərf birləşməsidir. Və bu birləşmənin də 2 cür yazışı var. Yəni həm bu formada yazılır, həm də bu formada yazılır. Belə bununla da hərfləri sona çatdırdıq. İnşallah növbəti dərslərimizdə bu hərflərin səsləndirilməsi ilə bağlı hərəkələr, tənvin, şəddə və s. müəyyən mövzular üzrə dərslərimiz olacaqdır. Diqqətinizə görə təşəkkürlər.
bu qədər. Əssəlamu aleykum.